Şamallar kəndindəyik. Şamallar kəndində bir ocaqda şəhid evindəyik. Axşam olduğuna baxmayaraq geniş gəldik. Bu gün evin bir oğlu olan gözəl qardaşımız şəhid Şükürov Vüsal Zahiroğlu'nun il dönümüdür, 5-ci ildir. Ananın atanın yanına gəlmişik. Bu gün ana ata üçün çox ağır gündür. Evin bir övladı olaraq şəhid oldu. Qəhrəman cəsur qardaşımız çox gözəl mərd olaraq dillər əzbər olan Vüsal qardaşımızın bu gün 5-ci ilidir. Ana ataya baş sağlığı veririk. Gec də 30 yürü saysın. Allah balası rəhmət etsin deyirik. Ruh şad olsun ana ata. Allah sizə dəyməsin. Vüsal çox gözəl, igid, cəsur, gözəl mərd, təvəkkülkar, gülər üzlü bir şəhidimiz olub. Hamı ondan razı olub. Hamı onun cəsurluğundan, gözəl rəftarlığından danışır, görmüşük də. Vüsal gözəl bir iz qoydu, getdi. Ana ataya da bizim də baş sağlığı veririk. Vüsal haqqında özləri də bir qısa məlumat verər, laf gözəl olar. Buyurun. Bilək sözlərinizi. Bugün bizim babamızın qələbə günü Şuşada şəhid olan Şükürov Vüsal anasıya. Allah heç bir anaya pis gün görsətməsin. Bütün şəhidlərimiz Allah rəhmət eləsin. Allah sənin də qardaşına, Polada rəhmət eləsin, yeri cənnət olsun. Atasının, anasına səbir, sözün versin. Nə deyim? Ağır gündür, sənin üçün Vüsal evin tək oğludur, tək şamıdır. Ağır bir dərddir ki, bir evin oğlu olar, bir bala da vətən olar, şəhid olar, ana ata üçün də çox ağırdır bal itirmək. Onu çox adam bilmir. Həmən siz mənim gözüm qarşısında öz anamsınız, öz atamsınız, biz yerdəyik, bax sənin yanınızda bildim ki, siz nə əziyyət çəksiniz. Sizə səbir arz edirəm. Atamız da gözəl bir atadır. Elin oban içində bütün hər zaman sayılan, hörmətli bir şəhid atasıdır. Vüsaldan qabaq da Zahir ata həmişə sayılan, hörmətli, gözəl bir insan olub. Atasına da Allah səbir versin deyirəm. Allah sizə dəyməsin deyirəm. Çox sağ olun, Məşədif var. Bu günləri mənim oğlum Vüsalın 5-ci il dönümüdür. Bildiyimiz kimi vətən yolunda, namus qeyrət yolunda Vüsal şəhid olub. Bu günləri bunun 5-ci il dönümündə Məşədif Fuad gəlib bunun evin ziyarət edib, burada dualar oxuyub, Quran oxuyub, dualar oxuyub.